Salam dostlar, axşamınız xeyir olsun. Mən Anar Hümmətli. Yeni çəkdiyim videoda fikirlərimi dəyərli izləyicilərimlə və dəyərli soydaşlarımla bölüşürəm. Bildiyiniz kimi dostlar, bugün günorta saatlarında çox ağır bir xəbər aldıq. Qardaş respublikamız Türkiyə Respublikasına məxsus S-130 tipli hərbi təyyarəsi Gəncə hava limanından qalxandan təxminən 20 dəqiqə sonra Gürcüstan Respublikası ərazisində qəzaya uğramışdır. Qəza nəticəsində 20 türk hərbiçisi şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən qardaş ölkəmiz Türkiyə Respublikasının şəhidlərinə də Allah rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Allah qardaş ölkəmizə böyük bir səbir versin. Dostlar, qəza ilə bağlı öz şəxsi fikrimi deyə bilərəm ki, qəza təxribat xarakterli də ola bilər. Təyyarə nasazlığı da ola bilər. Bununla bağlı lazımi orqanlar tərəfindən araşdırılıb, lazımi qiyməti də veriləcəkdir. Azərbaycan-Türkiyə qardaşlığının bir əsrdən çox yaşı var. Yəni, bir millət, iki dövlət şüarı dostlar nahaq yerə deyilməyib. Yəni, bu xalqlar daim əsrlər boyu bir-birinin yanında olan xalqlar olub. Çətin gündə də, yaxşı gündə də həmişə Türkiyə Azərbaycanın yanında, Azərbaycan Türkiyənin yanında olan bir qardaşlığımız olubdur. Elə mən deyərdim ki, bu hər iki qardaş xalqın alnına döyüş yazılmışdır. Yəni, nə deməkdir döyüş yazılması? Hər iki xalq öz ərazi bütövlüyü, suverenliyi yolunda əsrlərlə, illərlə döyüşən bir xalq olaraq soydaşlarının şəhidliyi nəticəsində öz suverenliyi quran bir dövlətlərdir. Yəni, dünyaya da bugünkü gündə müstəqillik fikrimizi deyən bir dövlətlərik. Elə 3 gün bundan əvvəl biz Zəfər bayramımızın 5 illiyini qeyd edəndə qardaş xalqımız Türkiyə Respublikasının yanımızda olması, zəfərimizə şərik olması, sevincimizə şərik olması elə bunun nəticəsidir ki, bu xalqların daimi bir yerdə olmasını göstərir. Elə buradan dünyaya bir mesaj edir ki, Azərbaycan-Türkiyə qardaşlığını heç kim sındıra bilməz və heç kim də ayıra bilməz. Yəni, necə deyərlər, sevinciniz sevincimizdir, kədəriniz kədərimizdir. Başın sağ olsun, qardaş ölkə.